Hər gün yediyimiz, heç şübhələnmədiyimiz bəzi qidalar var ki, əslində ürəyimiz üçün ciddi təhlükə yaradır. Onlar nə ağrı verir, nə də özlərini dərhal biruzə verirlər. Sadəcə səssiz-sərsiz orqanizmin içində işləyir. İllər sonra isə ani bir fəsadla ortaya çıxırlar. İnsanların çoxu bu qidaların zərərindən xəbərsizdir. Hətta bəziləri sağlam qida kimi təqdim olunur. Amma elə məhz bu təbliğatın arxasında gizlənən təhlükə daha böyükdür. Bu videoda adını bəlkə də ilk dəfə eşidəcəyiniz ya da zərərli olduğunu heç düşünmədiyiniz qidaları tanıyacaqsan. Ola bilsin onların bəziləri sənin də gündəlik rasionunda yer alır. Ona görə də diqqətlə izləməyi tövsiyə edirəm. Çünki bu məlumatlar bəlkə də bir gün həyatını xilas edə bilər. Qida 1. Margarin. Çox insana tanış olan bu məhsul adətən yağ əvəzinə istifadə olunur. Düşünür ki, kərə yağı bahadır. Margarin isə həm ucuzdur, həm də daha uzun müddət qalır. Amma margarinin tərkibi o qədər qarışıqdır ki, bədən onu tam şəkildə qəbul edə bilmir. Margarin sən demə damarlara yapışıb qalan və zamanla onları tıxayan maddələrlə doludur. Bunu hər gün az-az qəbul etdikdə uzun müddət ərzində damarlarda daralma yaranır, ürək isə daha çox işləməyə məcbur qalır. İllərlə bu yükləmənin sonunda ürək zəifləyir, qəfil infarkt riski artır. Ən təhlükəsi isə budur, margarin zərərini dərhal göstərmir. İnsan illərlə rahat istifadə edir, amma nəticəsini bir gün qəfil yaşayır. Qida 2. Enerji iskiləri. Adı üzərində enerji verir, yorğun olduğumuzda, diqqətimizi toplamaq istəyəndə və ya gecə ayıq qalmaq lazım olanda bu içkilərə əl uzadırıq. Amma az adam bilir ki, bu içkilər ürəyə necə zərbə vurur. Enerji içkilərinin tərkibində çox yüksək miqdarda kafein və suni maddələr olur. Bu maddələr ürək ritmini sürətləndirir, təzyiqi qəfil qaldıra bilər. Nəticədə ürək normaldan artıq işləməyə başlayır. Xüsusilə gənclər arasında bu içkilərin çox istifadəsi ani ürək tutulmaları ilə nəticələnə bilər. Hətta bəzi hallarda ölüm halları belə qeydə alınıb. Bunların tərkibində şirin dad verən qatqılar da var ki, onlar da ürəyə əlavə yük yaradır. Əgər tez-tez bu içkiləri içirsənsə, bilməlisən, bu sadəcə yorğunluqda mübarizə deyil, eyni zamanda ürəyin də risk oyunudur. Qida 3. Emal olunmuş ət məhsulları. Kalbasa, saska, salyami kimi məhsullar bir çox evdə tez-tez istifadə olunur. Asandır, dadlıdır və hazırlanması vaxt aparmır. Amma bu rahatlığın arxasında böyük bir təhlükə gizlənir. Bu cür məhsulların tərkibində uzun müddət xarab olmaması üçün müxtəlif qatqılar, qoruyucular, maddələr və rəng vericilər əlavə olunur. Bu maddələr xüsusilə də nitratlar və nitritlər damarlara ciddi zərər vurur. Zamanla damar divarları sərtləşir, qan axını çətinləşir və ürək daha çox işləməyə məcbur qalır. Bundan əlavə bu məhsullarda çox miqdarda duz var. Duz isə təzyiqi artıraraq ürəyi yorur, davamlı istifadədə infarkt və digər ürək problemlərinə yol aça bilər. Əgər bu məhsullar sənin də soyuducunda daim yer alırsa, indi onları nə ilə əvəz edə biləcəyini düşünmək vaxtıdır. Qida 4. Suni qəhvə qatqıları. Azərbaycanda bir çox insan günə qəhvə ilə başlayır. Xüsusilə də hazır qəhvələrə əlavə olunan suni qatqılar getdikcə daha çox yayılır. Dadını yüngülləşdirir, qəhvəni daha zövqlü edir deyə düşünürük. Amma bu əslində bu qatqılar sağlamlıq üçün ciddi təhlükə daşıyır. Bu məhsulların tərkibində bədən üçün yad olan çoxlu suni maddələr olur. Xüsusilə də gizli şəkildə daxil edilən zərərli yağlar damarlara mənfi təsir göstərir. Zamanla damarlar sərtləşir, qan dövranı zəifləyir və ürəyə daha çox yük düşür. Bəzi insanlar bu qatqılardan hər gün, hətta gündə bir neçə dəfə istifadə edir. Amma bu vərdiş illər sonra öz sözünü deyir. Ürək yorulur, zəifləyir və risk artır. Sakit görünən bu ağ tozlar əslində səssiz bir təhlükədir. Qəhvəni təbii içmək bəlkə də ürəyin üçün atacağın ən doğru addım olar. Qida 5. Toyuq bulyon küpləri. Azərbaycanda yeməklərə dad vermək üçün istifadə olunan toyuq bulyon küpləri demək olar ki, hər bir mətbəxdə var. Ətsiz yeməyə ət dadı qatır, hazırlamaq rahatdır, tez həll olunur, amma bu kiçik kubiklərin tərkibində olan heç də kiçik təhlükə deyil. Bu məhsulların içində suni dadvericilər, rəngləyicilər və yüksək miqdarda duz olur. Xüsusilə də monosodium glutamat adlı maddə beynin dad hissəsini aldadır və orqanizmə zərər verir. Duzun çoxluğu isə damarların sərtləşməsinə, təzyiqin artmasına və ürək yüklənməsinə səbəb olur.
Bu maddələr bədəndə toplanaraq zamanla ürək-damar sistemini zəiflədir. İnsan uzun müddət bunun fərqində olmur, amma illər keçdikcə nəticələr ortaya çıxır. Əgər yeməyə dad vermək istəyirsənsə, daha təbii üsullara seçmək həm dadlı, həm də sağlam olar. Qida altı, hazır salat sousları. Azərbaycanda salatları daha ləzzətli etmək üçün hazır souslardan istifadə edənlərin sayı artıb. Marketlərdə satılan Sezar, Ranch, Min adlı kimi souslar yeməyə gözəl dad verir, amma sağlamlıq baxımından heç də o qədər məsun deyil. Bu sousların tərkibində çox yüksək miqdarda duz və şəkər və zərərli yağlar olur. Bəzilərində isə dadverici və qoruyucu maddələr də əlavə olunur ki, bu da orqanizmi yükləyir. Bu maddələr zamanla damarların elastikliyini azaldır, qan dövranını zəiflədir və ürək üçün əlavə risk yaradır. İnsan salatı sağlam qida hesab edir, amma üstünə bu souslardan tökdükcə salat əksinə zərərli bir yeməyə çevrilə bilər. Bu da illərlə yığılaraq ürəyin zəifləməsinə səbəb ola bilər. Ən yaxşısı salatı limon suyu, zeytun yağı və ya qatıqla dadlandırmaq həm dadlı, həm də sağlam olar. Qida 7. Konservləşdirilmiş meyvə şirələri. Azərbaycanda bir çox insan meyvə şirəsini sağlam içki kimi qəbul edir. Xüsusilə uşaqlar üçün alındıqda valideynlər onun faydalı olduğunu düşünür. Amma marketlərdə satılan konservləşdirilmiş meyvə şirələri göründüyü qədər təmiz və sağlam deyil. Bu içkilərin tərkibində çox yüksək miqdarda şəkər olur. Hətta bəzi hallarda qazlı içkilərdən belə artıq. Bu qədər şəkər qanda balansı pozur, təzyiqi artırır və ürəyin daha çox işlənməsinə səbəb olur. Zamanla bu vəziyyət damarları zəiflədir və ürək-damar xəstəliklərinə zəmin yaradır. Bundan başqa bu şirələrə dad verici, rəng verici və qoruyucu maddələr də əlavə olunur. Bədən bu suni maddələri tanımır və onları parçalamaqda çətinlik çəkir. Əgər meyvə şirəsi içmək istəyirsənsə, evdə sıxılmış təbii şirələr ən sağlam və təhlükəsiz seçimdir. Gördüyün kimi hər gün qarşımıza çıxan və bəzən zərərsiz hesab etdiyimiz qidalar əslində ürəyimizi səssiz-səssiz zəiflədir. Bəzilərini illərlə istifadə edirik, amma təsirini çox gec anlayırıq. Sağlam qalmaq üçün ilk addım nəyin zərərli olduğunu bilməkdir. Əgər bu məlumatlar sənin üçün faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutma. Qarşıda səni daha vacib və maraqlı məlumatlar gözləyir. Sağlamlığın üçün bizimlə ol.